Salam, əziz izləyicilərim. Mən bu günləri sizə blok imtahanında 11-ci və 25-ci suallar insanlar tərəfindən, şagirdlər, abituriyentlər tərəfindən biraz mübahisəli yanaşılır buna. Ona görə bunların izahatı haqqında məlumat vermək istəyirəm. 11-ci sualda deyilir: orta yaşlı sağlam insanda bir dərin nəfəs alma zamanı normada neçə millilitr və yaxud kub santimetr oksigen ağciyər kapillyarlarına keçər? Bir dərin nəfəs alma deyil. Düzdür, yoldaşlar düz deyir. 2000 kub santimetr ağciyərə daxil olur. O onun həyat tutumuna aiddir. Ağciyərlərin orta həyat tutumuna ki, bu qədər hava tuta bilir. Amma ağciyər kapillyarlarına keçir deyəndə bildiyiniz kimi 500-ün dəyişən hava 500 kub santimetrdir. Yalnız onun 5% orqanizm tərəfindən mənimsənilə bilir. Və onu da bilirik ki, orqanizmin daxili mühiti nisbi sabit olmalıdır. Əgər bir tənəffüs hərəkətində 100 kub santimetr hava ağciyərlərin deməli kapillyarlarına keçsəydi, onda orqanizmin tamlığı pozula bilərdi və orqanizm o qədər oksigenin öhdəsindən gələ bilməzdi. Və tamlıq pozulardı və nəticədə maddələr mübadiləsinin pozğunluğu yaranardı. Odur ki, burada 500-ün 5% mənimsənilir. Bildiyiniz kimi havanın tərkibində olan bütün oksigen mənimsənilə bilmir. Məməlilərdə, bizdə məməlilərə aid mənimsənilmə daha azdır oksigenin quşlara baxanda. Çünki quşlarda bildiyiniz kimi bir dəfədə həm nəfəs almada, həm nəfəs vermədə, ağciyərlərdə maddələr mübadiləsi kapillyarlarda, yəni mübadilə prosesi baş verir. İnsanda isə bu bir dəfə olur və 500-ün 5% orqanizmin oksigenə olan tələbatını ödəmiş olur. Odur ki, ağciyərin həyat tutumuna 2000 deməli kub santimetr hava aid olduğuna görə, yəni ki, o qədər hava daxil ola bilər, amma o qədər mübadilənin baş verməsi prosesi ola bilməz. Odur ki, Y variantını doğru qəbul etmək məncə daha doğru olardı. Bir də mən 25-ci sual haqqında sizə məlumat vermək istəyirəm. 25-ci sual bildiyiniz kimi zoologiyaya aiddir. Zoologiyada burada soruşulur: müəyyən ərazidə yayılmış çay xərsənci, xaçlı hörümçək və may böcəklərinin cəmi 620 yermi ayaqları vardır. Bu heyvanların 48-i çay xərsəncidir. Xaçlı hörümçəklə may böcəyinin ətraflarının cəmi isə 4-ün 3-ə nisbətindədir olduğunu bilsək, burada neçə xaçlı hörümçək olduğunu hesablayın. Mən bunu bax vərəqdə yazmışam. Baxın bura. Deməli qeyd eləyək burada. Çay xərçənci gördüyümüz kimi çay xərçənci, xaçlı hörümçək, may böcəyi birlikdə 620 yermi ayağı vardır. Çay xərçəncinin sayı haqqında verib şərtdə ki, 48 dənə çay xərçənci var. Döşdə bir cüt ayaq var. 5 cüt ayağı deməli 10 eləyir. Ona vurmaqla 480 sayı tapmış oluruq. 620-dən 480 tapsaq yerdə 140 ayaq qalır. Xaçlı hörümçəklə may böcəyinə aiddir bu və bunun da deyir 4-ün 3-ə nisbətindədir deməli ayaqların sayı. Odur ki, ayaqları biz bunların ikisinin cəminə bölməklə 20 almış oluruq və bu 20-ni siz də bilirsiniz ki, deməli bu nisbət sadə tam ədədlər nisbəti şəklində götürülübdür. Ona görə əgər biz 20-ni 4-ə vursaq 80, bu 20-ni 3-ə vursaq 60 alırıq. Nisbət bu olur. Bunu da sadə tam ədəd şəklində ixtisar eləsək, sıfırları açsaq 8-in 6-ya, onu da 2-yə ixtisar eləsək 4-ün 3-ə alınmış olur. Və biz burada deməli xaçlı hörümçəyin ayaqlarının sayının 80 olduğunu bildik və həmçinin də bir hörümçəkdə 4 cüt ətraf mövcuddur. Yəni 8-ə bölməklə ətrafların sayına xaçlı hörümçəyinin sayının 10-a bərabər olduğunu tapmış oluruq. Və beləliklə xaçlı hörümçək 10-a bərabər olur. Cavab 10 olaraq götürülməlidir.
Yenə hansısa sualda çətinliyiniz varsa, müəllim yoldaşlarımız çox yaxşı izah veriblər. Ona görə mən müdaxilə eləmək istəmədim. Yalnız məni maraqlandıran bu iki sual oldu. Bunun haqqında məlumat verdim. Yenə lazım olarsa sualları qeyd eləyin, onlar haqqında da məlumat verin. Bu qədər, sağ olun.